daha çox həris olmalı. İbadətə daha çox həris olmalıdır ki, Allah Taala'nın rəhməti, məğfirəti, həmçinin onlara salamatlıq verməyi onların üzərində olsun. Yəni elə bir bəla, elə bir müsibət ki, nə gözlə görünür, nə eşidilir, nə əllə toxunmaq olur ona. Bilinməyən bir şeydir. Sadəcə adı məlumdur. Lakin görürsən ki, aləmləri, yəni bütün dünyanı lərzəyə salıb insanları evlərində həbs edib, heç bir şey edə bilmirlər. Qaçmağa yeri yoxdur. Yalnız dönüş nədir? Dönüş Allah Taala'ya. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Ondan rivayet olunan əzəmətli bir hədisdə deyir ki, fitnələr vaxtı mənə ibadət, Allah Taala'ya ibadət etmək, mənə hicrət etmək kimidir. Ona görə göstərir ki, yəni fitnələr vaxtı, bəlalar vaxtı, müsibətlər vaxtı ibadətə üz tutmaq Peyğəmbər sallallahu əleyhi və səlləmə hicrət etmiş kimidir. Yəni əzəmətli əcr var həmin insan üçün. Və səbəb ibadətə yönəlmək, bu cür bəlalardan, yəni insanların qafil olduğu dövrdə ibadətə yönəlmək səbəbdir nicata çatmaq üçün, xilasa çatmaq üçün. Şükrü artırmaq, səbri çoxaltmaq. Bəli, səbri, şükrü artırmaq üçün. Və şək yoxdur ki, ona görə xəlq olunmuşuq. Ona görə xəlq olunmuşuq. Elə bu Şaban ayı da bir fürsətdir insan üçün. Şaban ayı əzəmətli bir fürsətdir. Çünki insan ömrü az bir şeydir. Və nə qalıbsa insan ömründən onun üçün qənimətdir. Ondan istifadə eləməlidir. Bacardığı qədər çalışmalıdır ki, bu fürsətdən, bu keçən günlərdən istifadə etsin. Çünki xəlq olma səbəbimiz Allah Taala'nın ibadətidir, Allah Taala'nın tövhididir. Və bu ayda bizə tövhidi öyrədir. Bu ay bizə öyrədir şirkdən uzaq olmağı. Hər bir növü ilə. İndi bu ayın fəzilətləri haqqında olan hədislərə toxunanda vurğulayacağıq onu. Və bu ayın da ən əzəmətli ibadəti hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm seçib orucdur. Ona görə bu ayın fəzilətlərindən də əməllər qalxmalıdır Allah Taala'ya. Allah Taala'ya insanların əməlləri qalxır və Peyğəmbər sallallahu əleyhi və səlləm sevirdi ki, əməli oruclu qalsın. Nə üçün Peyğəmbər sallallahu əleyhi və səlləm sevirdi əməli oruclu qalsın? Çünki oruc elə ibadətdir və deyərdim ki, yeganə ibadətlərdəndir ki, əzəmətli savabı var. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Umaməyə dediyi hədisdə oruç tutmağı ona tövsiyə edəndə deyir ki, "Əleyke bis-savmu fe innehu la misleh." Oruç tut, onun mislində heç bir şey yoxdur. Onun mislində heç bir şey yoxdur. Və oruc yeganə əməllərdəndir ki, ona riya daxil olmur. Necə ki, alimlər zikr edir ki, oruc elə əməldir ki, ona riya daxil olmur. Çünki insan orucu tutanda özü ilə Rəbbi arasında bir sir kimi olur. İstəsə gizlində gedib açıb yeyər. Zahirən heç nə görsənmir. Zahirən heç bir o bir əməlləri kiməsə göstərə bilər, amma orucu göstərməyə lüzum qalmır. Ona görə Allah Taala nə deyir ki, o mənimdir və onun savabını mən verəcəm. Allahu Akbar.